Çıxıb getmisiniz, heç bir də qayıtmayın. Siz vətən xainisiniz. Bizə belə mesajlar da gəlir. Elə bilirsiniz, vətəndə yaşamaq, onu sevmək deməkdir. Xeyr. Vətəndə qalıb küçəyə zibil atmaqdır vətənə xəyanət, rüşvət almaq, haqsızlıq eləmək, kimisə yolunu kəsməkdir xəyanət. Öz qonşuna, qohumuna sahib çıxmamaqdır, laqeyd qalmaqdır. Qapı qonşuna salam verməmək, insanlara küçədə yol verməməkdir xəyanət. Ən böyük xəyanət isə bilirsiniz nədir? Susmaq. Haqsızlığı, ədalətsizliyi görə susmaqdır xəyanət. Vətənə xəyanət onun sərhədlərini tərk eləmək deyil, onu içində öldürməkdir. İçindəki dəyərləri, məsuliyyəti, insanlığı itirməkdir. Ən böyük xəyanət də övladını dəyərsiz, sevgisiz, mərhəmətsiz böyütməkdir. Vətəni sevmək isə dünyanı sevməkdir. İnsanlığı sevmək, təbiəti, həyatı qorumaqdır. Sülh arzulamaqdır, gözəlliklər diləməkdir. Harada yaşamağından asılı olmayaraq, əgər içində mərhəmət, dürüstlük və sevgi varsa, sən vətəni yaşadırsan. Bəs səncə nədir vətəni sevmək, vətənpərvərlik?